Salam hörmətli izləyicilər. İlk öncə onu sizə bildirim ki, biz hal-hazırda Suriyada deyilik. Bura Əhmədlidə yerləşən məcburi köçkünlərin yaşadığı bir binadır. Yəni buna bina demək olarsa. ASTV-nin dili ilə desək, bu gün sizə Azərbaycanın əsl analoq olmayan inkişafını göstərəcəyik. Məsələ nədir? Bu bina artıq uçmaq təhlükəsi ilə üz-üzədir. Buranın sakinləri, məcburi köçkünlər 100-ə yaxın ailə, orada ağsaqqallar da yaşayır, balaca uşaqlar da yaşayır. Artıq evlərində gecələməyə belə qorxurlar. Gördüyünüz kimi buranın sakinləri indi yığışıblar həyətdə və məcburdular küçədə, soyuqda gecələsinlər. Çünki bu bina qəzalı vəziyyətdədir və nə Fövqəladə Hallar Nazirliyi, nə icra başçısı, nə Bakı şəhər icra hakimiyyəti, nə Qaçqın.com heç biri gəlib bu sakinlərlə maraqlanmır. Ən dəhşətlisi odur ki, bu bina 90-cı illərin əvvəlində bax gördüyünüz bu dərədə tikilmişdi və illər keçir, artıq 20 ilə yaxındır keçib, 20 ildən çoxdur hətta. Bu bina sakinlərin dediyinə görə 13 metrə sürüşüb aşağı. Binanın gördüyünüz kimi bizim məmurların ağlı çatmadı ki, bu binanı söksünlər, hər ailəyə bir kiçik ev versinlər, köçsünlər o birisi evə. Onlara ağıl çatmayıb. Bizim məmurlar götürüb niyə edilər? Deməli, bina sürüşüb deyə 3-4 mərtəbəni yuxarıdan, gördüyünüz kimi binanın yuxarısından söküblər ki, bina tam uçmasın və yığıblar bir tərəfə. Gördüyünüz kimi bu betonlar, pilləkənlər hamısı o binanın üst tərəfi idi, yuxarı tərəfi. Onu söküblər ki, ağırlıq biraz düşsün və bina beləcə yerində qalır. Yəni təsəvvür edirsiniz, bina burada tikilmişdi və yavaş-yavaş sürüşüb gedib dərə tərəfə. Yəni bunu loru dildə desək, çıtma vursam bu binaya, bina uçub gedəcək. Və bu biabırçı vəziyyətə baxmayaraq, dediyim kimi heç bir nazir, heç bir məmur, deputat, icra başçısı gəlib bu sakinlərlə, bu binayla maraqlanmır. Bunlar yəqin gözləyirlər ki, bu bina burada yaşayan sakinlərlə bir dəfəlik məhv olsun, sakinlər də ölsün, həm bunların canı qutarar, həm də məmurların canı qutarar. Hal-hazırda biz binanın qarşısındayıq və axşam düşür deyə buranın sakinləri məcburdur küçələrdə çıxıb, burada gecələsinlər. Odur ki, gəlin yaxınlaşaq sakinlərə, burada baş verənləri onların öz dili ilə sizə çatdıraq. Danışın da. Buranın sakinləri lazım. Hədə binanın sakinləridir. Biri mən. Qorxur da belə de, hamısı qorxur. Gəlib dirənləri şey edilər ki, məsələn deyək ki, mən Kəlbəcərliyəm, hə? Danışmışam, danışım, məsəl üçün deyirəm də. Yox, mənim maraqlı ki, nədən qorxursunuz da? Sizin həyatınızda, bu sizin evinizdir. Mən qorxmuram, mən danışım, problem deyil. Polis madiyeti, atanın şeyini. Səni, bax ki, YouTube'da səni görmüşəm, yaman çox danışırsan. sən arxasına təcrübəsi la. Amma sən bilsən ki, sənin ailən küçədə qalır. Mən ləkəliyim. Ləkələsinlər də qardaş, bu sənin evində, sən burada cinayət eləmsən. Burada nətər deyək, qeyri-qanuni iş görmüsən. Sən deyirsən ki, bina uçub, ailəm, uşağım çöldə qalıb. Ailəm, uşaq çöldə qalıb və sən 16 ailə bir bakı istəyirik ki, sizin probleminizi çəkək, göstərək ki, bu problem həll olunsun. Niyə? Çünki bizim televiziyalar gəlib bunu çəkmir. Çəkmir. Məcburdur biz gəlib çəkək. Mən deyirəm ki, indi bu sakinlərin dili ilə Danışın da, yox, düz deyir də. cavab çatdıraq. İndi heç kimdə gəlib danışmır, deyir ki, mən polisdən qorxuram. Əgər polisdən qorxursansa, onda belə deyək də, sən məcbursan burada yaşamağa ki, sənin başqa çarən də yoxdur da. Bir-biz Amma danışın da. sən ailən, uşaqların, ağsaqqal hamısı çöldə qalıb deyə heç bir sakin də yaxına durmur ki, ay yox, mən ekranda düşərəm. Yəni belə iş həll olunmur. Mən çağırmışam, ha xala. Mən çağırmışam. Ağsaqqallar. İstəyirəm 3 dənə oğul böyüdürəm. Sabah deyək ki, dövlətə borcum var, getməlidir, əskəriyə, müharibəyə getməlidir. Betonun arasında mən zülmdən uşaq böyüdüm, mənim dövlətə nə borcum olar? Dövlət niyə bizə bir günahlamır? Binanın problemi nədədir? Binamız sürüsü, hər gün onun içindən yatmaq mümkün deyil. Bax, səhərəkən bu uşaq hamı çöldə qalır, çöldə yatır. Yəni orada qalmaq mümkün deyil. Gün ta dirənmişik ona, gündən kimi yaşamışıq biz. Problem odur ki, qardaş, gündən günə bina əyilir.
gündən günə bina yatır. Ha bu uşaqlar yazıq deyil. Biz heç mənim 56-60-a yaxın yaşım var. Ha bu uşaqlar yazırlar. Uşaqlarla, ailəvizlə harda qalsın da hal-hazırda? O gün tərpənmə oldu, 3 gün bundan qabaq. Cəmaət töküldü həyətdə, orada yolu kəsdik, polislər bizi qaytardı, qoymadılar ki, məmurlar gələcək, falan yerə xəbər verir. Heç kim gəlmir. Bax, 3 gündür, 4 gündür, hər gün biz bu həyətdəyik, bax belə yığışırıq bura. Polislər də gəldi, dur oradakı, aman yolu kəsərsiniz, nədir, prezidentə xəbər gedir. Bizi Bundan qorxudular. qorxurlar, bizi qorxuyurlar. Ay dubinka çıxardacaq, ay döyəcək, ay falan, cəmaət də çıxmır çölə. Üç il iş düşür. Bax, gəlib polislərə dur, bax, axşam polislər burada bizim bərabər 2 saat, 3 saat durdular. Heç olmasa hansısa icra başlayıb palatka zat qrupmu burada. Yox, Tələb eləmişlər. demişik. Hər dəfə bütün kanallarda da hər dəfə tələb edirəm ki, biz ev istəmirik, pul istəmirik, yemək istəmirik. Sizdən ancaq palatka istəyirik ki, verin həyətdə bura, yaşayaq. Qorxuruq. Onu da vermirlər. Ev versin, pul versin, nə verir versin. Çadır versin. Ya burada təhlükədənsə yəni o Heç ev çadırda. istəmirik, pulda çadır. Ermənilər bizi qovub gəlmişik bura ki, burada bir gün görək, burada da yaşayışımız. Müəllim, ancaq fövqəladə rəyin veribdir ki, bu günə yaşayış üçün yararlı deyil. Fövqəladə onu deyir. Onu deyir, yararlı deyil. Rəyin verib, qoçun qırıb, Bəs nəyə gözləyirlər? bir yıxılıb hava olasız, ondan sonra gələcək. Bax, mənim bir dənə axırıncı sözüm var. Bax, məni çək. Harada göstərir, harada verir, məni tuturlar, qotursunlar. Bax, mənim uşaqlarım öləndən sonra mən ondan artıq cəza yoxdur. Hökumət nə qədər cəza verə, onun yerini verməyəcək mənə. Bax, gedin deyim, dövlət məmurları gəlməsə, bizlə maraqlanmasa, bax, bütün binası açlıq aksiyası keçirəcək, yolu kəsəcək. Nə olur olsun əlimizi çəkməyəcək bu yola. Qırılıb ölən dəyilik biz. Ona gözür ki, biz ölək, qaşqın cezalarını, yerləri qeynəsin. Qaşqın da üzündən dirənib ölmür, nə də bina uçmur. Qaşqın sürünür, az qırılır. Bax, böyün səhər bunlar da qırılacaq, heç gələcəkdə əskər də tapmayacaqlar aparmağa. Yaxşı pul alırlar, yeyirlər, elə bir dövlət bunlara pul verir, yeyir, oturun burada şənlər. Bu budur. Uşaqlarını oxudurlar, hamısı qaşqınların hesabınadır. Amma qaşqınlar özləri üstündə yaşayır. Mən onu bilirəm ki, prezidentimiz bilsə ki, biz bu vəziyyətdəyik. Bizim məsələmiz çoxdan həll olardı, çoxdan keçərdi. Qaşqınların problemi bir nömrəli problem Bakıda. Bizə bir Formula 1 yarışı, nə bilim nə yarışı, gül bayramı, heç də lazım deyil. Onu da qeyd etmək lazımdır ki, Patpal da bu çəkir. hökumət illərdir Sokanın prezidenti Rövnaq Abdullayev illərdir Gürcüstanda erməni kilsələrinə pulsuz qaz verir. Onların qayğısına qalır, amma Qarabağdan məcburi köçkünlərə Villaların qoyub gəlmiş insanlara, amma verilən dəyər bax budur. Yəni uşaqlar, ağsaqqallar, xanımlar hamısı küçədə qalır və heç bir məmur gəlib bunlarla maraqlanmır. Ancaq polisi göndərirlər ki, Polis, yəni bunların ömür boyu çıxış yolu polisdə görülür. Qadınlara dubinka çıxartmaq istəyirlər. Dubinka vurulur. Bir dəqiqə dubinka ilə vuracağıq. Qaydın qalar. Biz həmin o təhlükəli vəziyyətdə olan binanın üstündəyik. Lift yeri gördüyünüz kimi boşdur və sakinlər bu dəmirləri qoyublar ki, bazı uşaqlar birdən çıxıb ora yıxılmasınlar. Ən dəhşətlisi odur ki, binanın üst tərəfində hələ də yaşayan ailələr var. Yəni təsəvvür burada yaşayan sakinlər var. Yəni bu vəziyyətdə bu sakinlər buranı kravatın dəmirləri ilə bağlayıblar ki, ora yeb yığılmasın. Belə bir vəziyyətdə Avropalaşan Azərbaycanın bir vətəndaşı qalır. Burada nətər qalırsınız? Yəni bilirsiniz ki, hər an təhlükədəsiniz. Bəli. Necə ol? Hər an təhlükədədir, binanın. Və nətər yaşayırsınız burada? Niyə əlacımız yoxdur? Hara gedir? Ermənidə torpağımız. Elə burada da uşaqların Bax, uşaq necə burada yaşaya bilər? Buradan hər an qorxa-qorxa. Qoy, çıxıb gedir işə, təkcə qalır. bax tutam ki, işə getdi, uşaq burdadır da çıxdı və gördüyünüz kimi binanın ən üst tərəfindədir də. Burada da hamısı açıq. Əlacımız yoxdur da, neyini? Bəs nə deyirlər? Nə bilim, böyüklərə nə demək olar? Onlar deyir, bizim kimsin sözü keçir ki. Bizim kimsin sözü keçmir. Biz də istəyərik ki, bəzi o vəzifəlilər kimi yaxşı evlərdə yaşayaq. Deyəndə ki, deyirlər, get, nə edirsən elə. Mən orada dedim ki, hə, kimə deyirsən de. Mən orada dedim, əgər mümkünümüz yoxdursa, gedək özümüzü öldürək, deyir öz şəxsi işində, ged öldür də. Əlimizi qabaq vermişik. Mən hətta təklif eləyərdim bizim bir neçə nazirə, məmura öz ailələrini götürsünlər, gəlsinlər bir 2-cə gün
bu binada yaşasın. Görək onlar nə hisslər keçirirlər. Görək onlar razıdırlarmı bu vəziyyətdə, bu biabırçı vəziyyətdə, bu təhlükəli vəziyyətdə bax belə bir yerdə qalsınlar.